Yeşaya 62-ci fəsil. Siyonun yeni adı. Salihliyi nur kimi saçana dək. Qurtuluşu məşəl tək yanana dək, Siyon naminə susmayacağım. Yerusəlim naminə sakit durmayacağım. Millətlər salihliyini, bütün padşahlar əzəmətini görəcək. Rəbbin ağzı ilə deyəcəyi, sənə verəcəyi yeni bir adla çağrılacaqsan. Sən Rəbbin əlində gözəllik tacı, Allahının ovcunda padşahlıq çələngi olacaqsan. Artıq sənə atılmış, ölkənə viranə qalmış deməyəcəklər. Əvəzinə sənə sevdiyim, ölkənə isə ərli deyiləcək. Çünki Rəbb səni sevəcək, ölkən də ərli sayılacaq. Bir gənc bakirə qızla evləndiyi kimi, səni yaradan da sənlə evlənəcək. Bəy gəlindən zövq aldığı kimi, Allahın da səndən zövq alacaq. Ey Yerusəlim, divarlarının üstünə mən qarolçular qoydum. Gecə-gündüz onlar susmayacaq. Ey Rəbbə sözünü xatırladan sizlər, susmayın. Rəbb Yerusəlimi bərpa eləyənədək, onu yeryüzünün tərifə layiq şəhərinə döndərənədək, ona rahatlıq verməyin. Rəbb sağ əlini, güclü qolunu qaldırıb and içdi. Düşmənlərinə sənin taxılını bir daha yedirtməyəcəyəm. Yadellilər sənin əziyyətlə sıxdığın şərabını içməyəcək. Taxılı yığan yiyəcək, Rəbbə həmdlər eləyəcək. Üzümü toplayan şərabını məbədimin həyətlərində içəcək. Keçin şəhər darvazalarından, xalq üçün yol hazırlayın. Dikin, yol salın, daşları kənara atın, xalqlar üçün bayraq qaldırın. Rəbb yeryüzünün ən uzaq yerlərinə bəyan elədi. Siyon qızına deyin, budur qurtuluşun gəlir. Rəbbin mükafatı onlandır, ənamı önündədir. Siyon xalqına, Rəbbin satın aldığı müqəddəs xalq deyəcəklər. Sən, ey Yerusəlim, Allahın axtardığı, tərk olmamış şəhər adlanacaqsan.